Salam əziz şagirdlər, bugün sizlə güvən nəşriyyatının keçirdiyi fizika suallarına 11-ci sinifin B variantına baxırıq. 31-ci sualda temperaturların istilik mübadiləsinin axının göstərib istiqamətin. Demişdik ki, temperatur böyük olandan kiçik olana axır. B-dən C-yə, C-dən də A-ya gəlibsə, hər növ B-dən A-ya gəlibsə, demək ki, B-nin temperaturu ən böyükdür. TB böyükdür T, sonra C'dir, böyükdür T A. İndi temperaturuna daxil enerji düz mütənasibdir. B'nin temperaturu daha böyükdürsə, demək ki, daxil enerjisi daha böyükdür. Düz mütənasib baxsaq, UB böyükdür UC, böyükdür UA. Y variantı olur 31-ci sualda. Növbəti sual. Növbəti sual 32-ci sualda deyir ki, sərtliyi K-da, inkəsin sahəsi S-dir. Mütləq uzanmasını verib, mexaniki gərginliyi bilirik ki, mexaniki gərginliyin üstü sigma bərabərdir. F böl S-dir. F-in də yerinə K delta L yaza bilərik. Bölünsün S. Yəni, K delta L bölünsün S A variantı. Növbəti sualımız 33-cü sual. 33-cü sualda kondensatorların birləşməsini verib. Demək ki, görürük ki, 2 ilə 3 paraleldir. Paraleldə tutumlar toplanır. Yəni C2-3, yəni 2 ilə 3-ün ümumi tutumu olacaq. Eynidirsə də sayına da vurula bilər. 8 mikrofarad. İndi C1, C2, 3-ün ümumisi və C4. Bunlar da ardıcıl olacaq. 2, 3 ilə 4'ü götürsək, 8 ilə 8 ardıcıl 4 edəcək. Bu ikisinin ümumisi. 4 ilə 4 yenə ardıcıl 2 mikrofarad eləmiş olacaq A variantı. 34-cü sual. İnteranslı qrafikini verib, deyir ki, elektroliz prosesində katodlarla maddənin kütləsi. Bilirik ki, katodlarla maddənin kütləsi M bərabərdir. K vur Q ilə hesablanır. İT qrafikində də yük qrafikdən zaman oxu arasında qalan fiqurun sahəsi 6 saniyə ərzində deyil. Bu fiqurun sahəsini hesablayırıq. Q bərabər S fiqur. S fiqur. Bu da bərabər 3 6'nın 18 bölü 2. 9'a. Olacaq 9 vurulsun. K'mızda 0.3 milligramla onsuzda. 9 üçün 27, 2,7 milligram olacaq. Yəni cavabımız Y variantı. Keçirik növbəti sualımıza. 35-ci sualda deyir ki, 35-ci sualda Lorentz qüvvəsinin kinetik enerjidən asılılığını soruşur. Lorentz qüvvəsinin düsturu bilirik ki, F Lorentz bərabərdir Q V B sinüs alfadan. Deyir ki, onsuz perpendikulyardır, sinüs alfanı 1 götürürük. V'nin də yine kinetik enerjinin ifadəsini yazanda F Lorentz bərabər olacaq. Y kinetik bərabər mv kvadrat bölü 2'də. Q vurulsun. Kök altda 2'ye ve kinetik yazaq. Bölünsün. Burada deməli yerimiz biraz az oldu. Bunu yeniden yazsaq. Deməli F Lorentz dediği için QVB sinüs alfadır. Sinüs alfanın onsuz da perpendikulyarda 1 götürürük. V'nin də yerinə kinetik enerjinin üstündən mv kvadrat bölü 2'den yazsaq F Lorentz bərabər olacaq. Q vurulsun. Kök altda 2 dənə kinetik bölüm vurulsun B'ye. Bir cismanın sahəsidir, bir sabitdir. Proton deyir, Q'su sabit, M sabit. F Lorentz kinetiklə kök altı asılılıq olacaq. Növbəti sualımız 36-cı sualda deməli maqnit sahəsinin elektrik sahəsinə asılılıq qrafiki verib. Görürük ki, maqnit sahəsinin maksimalı 18'dir. Demək ki, tam enerjimiz 18'dir. Gəlib K nöqtəsində V elektrik 16 olub. 16'da onda V maqnit olacaq 2. Bizə deyir ki, K nöqtəsində elektrik sahəsinin enerjisinin sarğacın maqnit sahəsinin enerjisinə nisbəti. Elektrikin maqnitə nisbəti edəcək 8. Y variantı. Şualanma selinin sıxlığı deməli düsturumuz I bərabərdir. B bölü S'dir. Vahidi də olacaq watt bölü metr kvadrat. Metr kvadrat A variantı.
Növbəti sualımız 38-ci sual. İşıq şüasının ikinci gücdən qayıtma bucağını soruşur bizdən. Demək, birinci güzgüyə düşmə bucağın birinci güzgünün normalını çəksək, deməli, üzr istəyirəm, normalını çəksək, görürük ki 40 dərəcəli bucaq altında düşüb, 40 ilə də qayıdıb. Bura 40-dırsa, bura 50 qalır. Bura 50-dirsə, bura 90, bura yenə 40 qalır. Onda ikinci güzgüyə işıq düşüb, ikinci güzgünün normalını çəkdik. 40-dırsa 50 ilə düşüb. 50 ilə düşən şüa 50 ilə də qayıdar. D variantı. Keçirik növbəti sualımıza. 39. Difraksiya qəvəsinin periodunu verib, dalğa azlığını verib, alınan ikinci tərtib maksimum deyir. Düsturumuz yazılır D sinus fi kalyanda. Deməli D'miz 0'dan 1000'də 4 vur 10 üstü -3 vurulsun sinus fi bərabərdir. İkinci tərtib. K'mız ikinci tərtib. Lambdanı da deyir 0.6 mikro 10 üstü -6. -6 ilə -3 bir də bu 1000'də 4'ün 1000'də 1'i girəcək. Burada qalacaq 4 sinus fi bərabərdir. 2 ilə 0.6'ya vursaq 1,2. Onda sinus fi edəcək 1,2 bölünsün 4 0,3. C variantı. 40-cı sualda induksiya cəryanının T'dən asılılığını, zamandan asılılığını soruşur. İnduksiya cəryanının düsturunu bilirik ki, induksiya bərabərdir. EHG induksiyanın modulu bölünsün R'dir. İndi EHG induksiyamızda mənfi fi'nin zamana görə törəməsidir. 5T kvadratında törəməsi mənfi 10T eləyəcək. Gətirib yerinə yazsaq olur 10T bölünsün R. R sabit verib bizə. İnduksiyada T'dən düz imtənası vasitə olur. B variantı. 41 fotoeffekt hadisəsidir. Fotoeffektin düsturu H nü bərabərdir. H çıxış plus Y kinetikdir. Bir də ki fotoeffektin qanunlarını bilirik. 2 dənə qanunu bilirik. Elektron voltdur vahidi. İkisinə də aiddir. Kinetik çıxışda bir gedir ortaqlıya. Düşən işığın tezliyindən asılı deyil. Çıxış heç nədən asılı deyil. Bir də materialın növündən asılı olacaq. 2 getdi çıxışa. 3 düşən işığın tezliyindən xəttə asılıdır. Kinetik bilirik ki xəttə asılıdır. Kinetik də intensivdən asılı deyil. Deməli 3 gedəcək bura. 4 düşən işığın intensivdən asılı deyil. İkisi də 4 də getdi ortaqlıya. Deməli cavabımız uşaqlar olacaq 3. Sonra 2 gələcək bura, 1 4 də bura. A variantı. 42'də x-in tənliyi verib 2 saniyə sonunda sürəti istəyir məndən. X-in törəməsi 1,2 sürəti verir. V bərabərdir. 20T'nin törəməsi 20 minus 2T kvadrat 4T edəcək. Onun da törəməsi 0. Bərabərdir. 20 minus 4 vurulsun. Neçənci saniyə deyir? 2-ci saniyə sonunda. Vur 2. 20'dən də 8 çıxanda 12 qalır. Cavabımız D variantı. Üçüncü sual. Çevrə öz ölçüdə xətti sürəti verib, tezliyi verib, 2 tam dövr edir verib, getdiyi yolu hesablayın. Bilirik ki S bərabər VT'dir. Biz V var, T'ni tapmalıyıq. T'ni də tezliyin düsturundan M bərabərdir. M bərabərdir. M böl T'dən yazsaq, T də bərabər olur N böl kiçik N. Yani 2 bölünsün 0,25. 0,25. Bu da eləyəcək 8. Tapandan sonra T'ni S də bərabərdir VT yazıb. V'miz 8 vurulsun 8 64. Hesablayacaq gedəcək. Y variantı. 44-cü sual. 44-cü sual. Kütlərin nisbəti verib qarşılıqlı təsirdədir. Birinci cismin aldığı
təcil ikinci simin aldığı təcildən 1.8 metr bölü saniyə çox olarsa ikinci simin təcilini hesablayın deyir. Deyəcəksən ki, təcillərin nisbəti A1 Newtonun 3-cü qanunundan bilirik ki, A1 bölü A2 bərabərdir M2 bölünsün M1. Bir də bizə deyir ki, birinci cismin aldığı təcil ikinci cismin aldığı təcildən 1.8 metr bölü saniyə kvadrat çoxdur. Yəni A1-in yerinə yazacaqsan A2 plus 1.8 bölünsün A2 bərabərdir. Qram çevirməyə ehtiyac yoxdur. İxtisar gedir onsuz da M2 600 bölünsün 200. Olacaq. Bu gedəcək burada 3 qalacaq. Çarpaz vursaq olur 3'dən A2 bərabərdir. Burada da olur A2 plus 1.8. Keçirik 2'dən A2 bərabərdir 1.8'ə. A2 də bərabərdir 0.9 olur cavabımız. A2'ni tapdıq. Bizdən hansı o? İkinci cismin təcilini hesablayın. A2'ni tapdıq 0.9 B. 45. Deyir ki, malum sistem üzərində sükunətli olan cisimlərə təsir edən ağırlıq qüvvəsi və dayağın reaksiya qüvvəsi. Ağırlıq qüvvəsi bilirik ki 4'dür. MG'nin istiqaməti deməli 4'dür. MG belədir. Reaksiya qüvvəsi də 5'dir. Deməli ağırlıq 4, reaksiya 5. D variantı. Sonra 46. Deməli, üfüqi səthdə sükunətli olan cisim F qüvvəsindən təsir edir və bir müddətə qədər cisim hərəkət edəmir. Təcili 0 qalır. 24'də başlayır cisim hərəkət etməyə. Yəni 24'ə qədər dartı qüvvəsi sürtünmə qüvvəsinə sükunət sürtünmə qüvvəsi olacaq. Bu bərabər olur. 24'də cisim hərəkət etməyə başlayır və sükunət sürtünmə qüvvəsinin maksimal qiyməti həm də sürüşmə sürtünmə qüvvəsidir. Yəni bizim olur sürtünmə qüvvəmiz F sürtünmə bərabərdir 24 Newton. İndi deyir ki, sürtünmə əmsalını hesablayın. Deməli, sürtünmə qüvvəsi MÜ-MJ'dir. MJ-ni bilsəm, J var onsuz. M-i də tapa bilsəm, sürtünmə əmsalını tapa bilirəm oradan. Hardan tapaq? Əvəzləyici qüvvədən hərəkət təlinin yastığı F əvəzləyici, yəni M-a bərabərdir. F dartı minus F sürtünmə. M vurulsun A-mız 2'dir bərabərdir. F dartı 40'dır minus F sürtünmə 24'dür. 2M bərabərdir. Olur neçə? 16. M də bərabər 8. Gətirib F sürtünmənin yerinə yazsam MÜ-MJ bərabər 24. Deməli MÜ vurulsun M 8 tapdıq. J də 10'dur. Bərabərdir 24'də. 24'dən də 8 geçsə 3 qalsa burada MÜ də bərabər olacaq 0.3. Yəni C variantı. Növbəti sualımıza keçirik. 47-ci sual. Uzanma məncəsi sapdan ipdən asılmış yüklər sisteminin təcili 2'dir. Birinci cismin kütləsini hesablayın. Demişdik ki, tərpənməz blokda təcilimiz düsturu A bərabərdir. Modulda yazırdıq da bunu. Elə M1 minus M2 və yaxud da böyük olan M2'ni görürüyoruz da M2 minus M1 bölünsün M2 plus M1 vurulsun J. A'nı verib bizə 2'dir. Bərabərdir. M2'ni deməli 2'ni verib 12'dir. 12 minus M1 olsun aşağıda da 12 plus M1 vurulsun 10. Vurub atsaq 12'ni 2'ye vuranda 24 plus 2 M1 bərabərdir. Yuxarını da vursaq 120 minus 10 M1. M1 bu tərəfə keçsə 12 M1 bərabər olacaq. 24'də keçirsək 96. M1 də bərabər 96'nı 12'ye böləndə 8 kilogram düşür. Cevabımız olur D variantı. Növbəti sualımız 48-ci sual.
Deməli, deyir ki, kinetik enerjinin verilmiş cismin kinetik enerjisinin impulsundan asılıdır. Bilirik ki, Y kinetik bərabərdir. Verilmiş cisim deyirsə kütlə sabitdir. P kvadrat bölü 2'yi mi yazmalıyıq? Və impulsdan kvadratik asılı olur. B variantı. 49. Potansiyel enerjisi 90 oldu. Hərəkət ağırlıq kütləsi mənfi 50 joule iş görür. Potansiyel enerjinin son qiymətini hesablayın deyir. Ağırlıq kütləsi mənfi iş görürsə cisim yuxarı qalxır. Potansiyel enerji artıb. Bunu artıq görə bilərik buradan. Düstur olaraq da yazsaq A bərabərdir. Ağırlıq kütləsinin işi konservativ qüvvədir və mənfi delta Y potensiala bərabərdir. Yəni mənfi 50 bərabərdir. Mənfi delta Y potensial. Delta Y potensial da bərabərdir 50'ye. Y potensial minus Y potensialın başlanğıcı bərabər 50'ye. Y potensialı tapmamız istəyir. Başlanğıcda neçədir? Verib bizə 90'dır. Bərabər 50'ye. Onda Y potensial da olacaq 140 joule. Yəni Y variantı. Növbəti sualımız deməli 50-ci sual. Deyir ki, enine dalğanın 3-cü və 5-ci qabarıqlar arasındakı məsafə. Enine dalğa çəksək 1-ci qabarıq, 2-ci, 3-cü, 4-cü, 5-ci. Bu məsafə nə deyir? 30 desimetr olarsa. Yəni neçə dənə dalğa uzunluğu olur burada? 1, 2, 3, 4 dənə dalğa uzunluğu. 4 dənə lambda bərabərdir 30. Onda lambda da bərabər olur. 34'e böləndə 7,5 desimetr. Bizdən elə dalğa uzunluğunu soruşur. B variantı. Suya batırılan cismə tərəfindən Arximed qüvvəsinin sıxışdırıb çıxardığı suyun çəkisindən asılılığı F Arximedin tərifindən və düsturlarından biri də sıxışdırıb çıxartdığı mayenin çəkisinə bərabərdir. Düz mütənasib olacaq. B. 52-ci sualda deyir ki, sabit temperaturda temperatur sabitdirsə, verilmiş ideal qazın həcminin 4 dəfə artıranda molekulun orta kvadratik sürəti dəyişməz. Orta kvadratik sürət 3 kt bölü m0 demiş ki, maddənin növündən və temperaturundan asılıdır. Bunlar dəyişmişsə V dəyişməz. Təzyiq həcmi necə dəyişirsə dəyişsin. Çünki burada temperatur sabitsə, orta kvadratik sürətin PV ilə düsturunu yazsaq belə, təzyiq azalanda həcm artır, temperatur sabit qalır, orta kvadratik sürət sabit qalır. Yəni dəyişməz cavab C. 53 deyir ki, B və C nöqtələrin potensiallarını verib. Görürük ki, B'də 25'dir, C'də 20'dir. Yəni B'dən C'yə 1, 2, 3, 4 damada 20 volt azalıb. Demək ki, hər damada 5 volt azalıb. Bilirik ki, potensial intensiv xətlər istiqamətində getdikcə məsafə ilə mütənasib azalırdı birinci elektrik sahəsində. İndi 4 damada 20 volt azalıbsa, hər damaya 5 volt düşürsə, bundan əvvəl də A'dan B'yə gələndə 2 damada 10 volt azalıb. Demək ki, A nöqtəsində olub potensialımız 35 volt olub. Sonra 5 hər damada 5 volt azalaraktan gedib. Açıq sualdır, yəni cavabımız olacaq 35 volt. 54-cü sualda deməli, birinci psixometrin quru termometrin göstərişi T quru 1 yazaq. T quru 1 30'dur. T yaş 1 20'dir. Birincinin delta T1'i də olacaq 10. İkincinin T quru 2 25'dir. T yaş 2 də 20'dir. İkincinin fərqi olacaq. Delta T bərabər 5. Psixometrin qaydasında demişdik ki, quru termometrin göstərişlərini soruşur bizdə. Deyir ki, əsasən otaqdakı havanın temperaturu, yəni quru termometrin göstərişi və nisbi rütubət pilər. Demişdik ki, quru termometrin göstərişləri görünür. Biri 30'dur, biri 25'dir. Yəni T quru 1,
havanın birincinin havası ikinciden böyükdür. 1 olacaq cavabımızın biri. Digəri də delta T artdıqca fi azalırdı. Birincinin delta T'si böyük olduğuna görə fi'si kiçikdir 2-dən. Bir də olacaq 3. 1 daha doğrusu üzr istəyirəm 1,6 cavabımız olacaq. 55-ci sualda deyir ki, açar sözlərdir. Bu işarəni görürük, simvol zəngin işarəsidir. 2. Və elektrik zəngi deməli, elektrik enerjisini səs enerjisinə çevirir. 4. Bu lampa 1. Elektrik lampasının işarəsidir və işıq enerjisinə çevirir. 3. 4, 2, 1, 3 oldu cavabımız. 56-cı sualda tarazlıqda olan çəkisizliyin qüvvədə 3 dəfə qazanc verir, dayağın reaksiya qüvvəsi. Deyil, 3 dəfə qazanc verirsə, bilirik ki, bura 6 newtondursa, bura olacaq kiçik qola böyük qüvvə düşür də. F2 yazsaq olacaq 18. 3 dəfə böyük qüvvənin kiçik qüvvəyə nisbəti qol kiçikdirsə qüvvə böyükdür. Daha geniş yazmaya ehtiyac yoxdur. Bu gəlir fırlanma hərəkətinin tarazlıq şərtindən. Bir də deyir ki, reaksiya qüvvəsində. Reaksiya qüvvəsi bilirik ki, fırlanmada iştirak etmir. Fırlanma oxundan keçir. Tarazlıqda ise bir də irəlilənmə hərəkətinin tarazlıq şərtini yazsaq, aşağı çəkən qüvvələr yuxarı çəkən qüvvələri tarazlaşdırmalıdır. 6 plus 18. Yəni F1 plus F2. Bu da bərabərdir 24 Newton olmalıdır. Yəni N bərabərdir 24 Newton cevabımız olacaq. 57-ci sual. Beta şüalar. Elektron, pozitron B. Helium nüvələri ibarətdir. Alfa şüalar A getdi bura. A gedəcək. Deməli, helium nüvələri alfa şüalardır. A gedir 3'ə. B getdi betaya. Sonra foton seri C getdi bura. Kütlə və yük ədədləri dəyişməzdir. Qammada dəyişməzdir. D getdi bura. Yük 2 vahid, kütlə 4 vahid azalır. Y də gedir alfaya. Helium 2-4'dür də. Y də getdi bura. Yəni B, C, D, A'yı olacaq cavabımız. Sonra 58. 58-ci sualda da deməli izah tələb edən suallarımızda deyir ki, içərisində qızdırıcı spiral qoyub 500 qram su var. K açarını qapasaq 20 dərəcə temperaturu olan su spiral vasitəsilə qızdırılıb. 4 dəqiqə ərzində suyun temperaturunun dəyişməsini hesablayın deyir. Enerji itkisi nəzərə alınmır. Bilirik şimdi burada deməli su qızmaq üçün Q bərabərdir C M delta T qədər istilik miqdarı alır. Gərginliklə də verdiyi istilik miqdarı dövrəni qapıyanda Q bərabərdir. Olacaq dəyişən cərəyanda UM-in kvadratı böl 2'yə vur T. Bunları bərabərləşdirməli, enerjisi nəzərə alınmır. İndi burada boşluqda bir yerdə bərabərləşdirsək, bu əvvəlkiləri bu 24 Newtonu buraya yazaq. Deməli S'miz 4000'dir deyir. Vurulsun M 0.5'ti. Burada yazırıq izahın Q1 bərabərdir Q2. S'miz 4000'dir. Vurulsun M 0.5'ti. Delta T'miz tapacağıq. Bərabərdir UM'in kvadratı 200'ün kvadratı. Bölünsün 2 vurulsun 40. Vurulsun T'mizdə dəqiqəni saniyə çevirmək lazım. Deyir ki,
deməli 4 dəqiqədir. Yəni 4 vur 60. Buradan deməli 0-dan bu ixtisar gedir, 4-dən bu ixtisar gedir. Bundan da bu getsə 3 qalır. Deməli 4000 0-da bir şey var da 2000'in buradan gedəcək 200 biri getsə 10 qaldı. 200'dən də bu getsə 20 qaldı. 20'yi də 3'ə vuranda delta T bərabərdir 60 dərəcə Selsi artacaq. Əvvəlcə 20 idi, sonu 80 olar, dəyişməsi də 60. İzahımız oldu bu. 59. Dövrəni qurmaq lazımdır. Sxem olaraq göstərməyimiz lazımdır. Cərəyan mənbəyidir. Mənfi qütbü. Cərəyan mənbəyinin mənfi qütbü. Müsbət qütbü. Mənfi müsbət. Sonra gəlir buna ampermetr birləşdirib. Ampermetr. Sonra buna lampa birləşdirib. Elektrik lampası. Lampanın üstündə voltmetr var. Paralel birləşib. Sonra reostat birləşdirib. Reostat deməli gəldi ox işarəsi ilə reostat qoysaq bura. Reostat da gəlib birləşəcək sonra açara. Elektrik açarı. Burada da açarı qoysaq bitdi. Açarı da qoyduq bura. Oldu dövrəmizin sxemi. Bizim yerimiz biraz sıx olduğundan şəklimiz səliqəsiz alındı. 60-cı sualımızda deyir ki, başlanğıc temperatur 20-32 dərəcə Selsius verilmiş kütləli qalay müəyyən müddət ərzində tamamilə əridib. Qalay ərimə temperaturuna tamamilə əriməsi üçün birinci ərimə temperaturuna qədər qızmalıdır, sonra əriməlidir. Onda deməli T'nin Q'dən asılı qrafikini çəkəndə birinci üzr istəyir. Bunda biraz genişliyi də çəksək bu tərəfdə. T'nin Q'dən asıllığı 32'dən başlayacaq, qızacaq müəyyən bir nöqtəyə qədər. Müəyyən bir nöqtə dediyimiz ərimə temperaturu 232'ye qədər. 232'ye qədər. Sonra əriməyə başlayanda sabit qalır. Bunlara uyğun istilik miqdarlarını tapa bilərdi əgər Selsin ərimə istiliyin versəydi. Onlar da vermədiyinə görə bu şəkildə qalacaq qrafikimiz. Bu qədər izahımız.